kasıbçılıq və var-dövlət bir adamın evinə gəlib, hansımız daha gözəlik deyə ev sahibinə sual verirlər. Adam fikirləşir ki, yoxsulluq daha gözəldir desəm, sərvət küsüb gedəcək. Var-dövlət daha gözəldir desəm, yoxsulluq küsüb gedəcək. Adam biraz fikirləşir və deyir, mən belə qərar verə bilmirəm. Durun ayağa, biraz gəzişin, baxım sizə fikrimi deyim. Və beləliklə var-dövlətlə kasıbçılıq ayağa qalxıb, irəli-geri gəzişirlər. Və adam onlara baxıb deyir, kasıbçılıq gedəndə arxadan daha gözəl görünür. Var-dövlət isə gələndə qarşıdan daha gözəldir. Beləliklə müdrik insan var-dövlətlə yoxsulluğun arasında harmoniyanı seçir. Axı onların hər ikisinin gözəlliyi və dəyəri həyatımızın müxtəlif anlarında özünü büruzə verir.